Həyat ancaq uğurlardan ibarət deyil. Həyatda mütləq məğlubiyyət olub ya olacaq. Qaçılmazdır bu. Allah özü çətinliyə salır ki, çalxalasın, görsün sən kimsən. Özü bilir, sənə göstərsin, sən inkişaf eləyəsən. Çətinliyə salır ki, arxasında əvəz versin. Hər bir çətinliyin arxasında bir nə qədər hədiyyə gizlədib. O çətinliyi sadəcə aşırsan, dalıca o mükafatların qapısı açılır sənin üçün. Həyat budur. Həyatdırsa sıxıntısı olacaq. Dualarımız budur bir ad günündə. İnşallah ki, heç bir problemin olmasın. Bütün arzularına çatasan. Alladırsan sən onu, yalan deyirsən. O heç bütün arzularına mümkün deyil çatsın. Mümkün deyil. Dünyada bir dənə də adam tapılsın ki, bütün arzularına çatsın. Dinən ki, inşallah problemlər qabağına çıxacaq, inşallah o problemləri həll eləyəsən, o problemlər səni məyus eləməsin, inşallah, inşallah olacaq da, inşallah, yəni Allah istəsə, Allah da istəyib, elan da eləyib bizə. Quranında da bizə deyib ki, ləqəd xələqnəl insanə fi kəbəd, biz insanı çətinlikdə yaratdıq.